Amarant bitkisinin tərkibində olan, bitkinin toxumunun tərkibində olan yağ bu günləri dünya artıq bu üzrə işləyir, işlər görür. Xərçəng xəstəliyinin bir mənalı dərmanı kimi hesab olunur. Yağ üçün istifadə olunurdu? Bəli, yağ üçün yemək, istifadə olunur. qidalanmaq. Qida yox, preparat kimi istifadə olunur, qida əlavəsi kimi istifadə olunur və onlar da xərçəng xəstəliyinin ilk dərmanı hesab olunurlar dünyada. Görəsən, bizdə alimlərin tədqiqatlarına nə qədər diqqət var bu sahədə, bitki sahəsində, biologiyada? Çox az. Təəssüflər olsun. Çox az, əlbəttə. Çox böyük təəssüflər, çox az. Biz hələ də inanmırıq, Gönül xanım. Biz hələ də inanmırıq ki, elm iqtisadiyyatın inkişafında bir nömrəli rol oynayır. Azərbaycanda həqiqətən çox dəyərli alimlərimiz var. Çox dəyərli. Çox dəyərli alimlərimiz var. Sadəcə o alimlərimizi birinci insanlarımız tanımır. Məsələn, mən şəxsən istəyərdim ki, sizi Könül xanım bir alim, bioloq olaraq Azərbaycanda bir 100 min insan tanısın. Tanısın, fermerlər tanısın, sizə müraciət eləsinlər. Fermerlərlə bu alimlərin təması həm də bu cür qurula bilər ki, o gəlsin, ödəniş eləsin. Alimə, alim gəlsin, zaman ayırsın, onun sahəsi. Və marağı yaransın. Qardaşlar Mebel, daima inkişaf edən, göstərdiyi etibarlı və keyfiyyətli işinə görə müştərinin rəğbətini qazanan brend. Qardaşlar Mebel həm yüksək keyfiyyətli taxta mebeli, həm də dəmir mebeli istehsal edir. Şirkətimiz istənilən malı yüksək keyfiyyətlə və geniş çeşiddə hazırlayır. Məhz buna görə istehsal etdiyimiz məhsullar həm də ABŞ bazarına ixrac edilir. Hər zaman müştərini razı salmaq Qardaşlar Mebelin ən böyük məqsədidir. Buonasera. Sən də özün yaxşı bilirsən ki, bu çaya görə mən şəxsən Şırnankaya uçmuşam. Yaxınlarımız şu, bəzi insanlarımız şu. Xahiş edirəm, Don, icazə verin bu çayın satışını təşkil edək. Hacı çay, imtina edilməyəcək təklif. Salam dostlar, xoş gördük hamınızı. Yeni mövsümdə açar işini davam etdirir. Bugünkü dəyərli qonağım gözəl Gəncəmizdən təşrif buyurub. Könül xanım Həsənova, Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti, biologiya üzrə fəlsəfə doktoru. Xoş gəlmisiniz Könül xanım. Təşəkkür ederim. Demək, 2014-cü ildir. Məni bir neçə tələbə dəvət elədilər. Gedim onlara postmodernizmdən danışım. Postmodernizm cərəyanı 20-ci əsrin ikinci yarısından sonra yaranan bir ab-havadır dünyada. Dekonstruksiya, postmodernizm. Mən də bunun dərsini deyirəm universitetdə, fəlsəfədə. Mən də elə bildim, bir 7-8 dənə tələbədir. Getdim, gördüm bir 30-a yaxın tələbə, nə bilim, təhsilini başa vurmuş, nizam-intizamla oturublar. Bir kitab mağazası idi. Kamera da qoyublar ora, mikrofon da qoyublar ki, müəllim, bəs çəkiş olacaq. 46 dəqiqə mən orada postmodernizm nədir mövzusunda çıxış elədim. O çıxış var kanalımda. Sonra bunlar Başla TV adlı bir qrup idi o vaxt, bu gənclər. Öz YouTube kanallarında bunu yayımladılar. O vaxt mənim YouTube kanalım yox idi. Üstündə bir 200 ay keçmişdi, bir gənc, bəlkə də bunu danışmışam nə vaxtsa, danışmaya təkrar olsun, çünki bura aiddir. Bir gənc
mənə mesaj yazdı Facebookda. Azərbaycanlı tanımıram, indi heç bilmirəm, yadımda deyil. Ki, bəs müəllim, mən Finlandiyada Helsinki Universitetində təhsil alıram. Postmodern sosiologiya təhsil alıram, o yazmışdı. Postmodernizmdən bizim imtahanımız var idi. Mən axtarış apardım YouTube'da. Görüm Azərbaycan dilində bunu rahat, asan dildə bizə izah eləyən var, yoxsa yox bizdə. Deyir, sənin çıxışın gəldi, qarşıma çıxdı, qulaq astım 46 dəqiqəni, getdim, imtahanımı rahatcana verdim, halal elə zəhmətini. İndi, Könül xanım, bizim açar layihəmizin əsas məqsədi budur. Kiməsə bir dəstək olmaq, kömək etmək. İndi bizim pulumuz yoxdur maddi dəstək verməyə, mənəvi, intellektual dəstək verək. Ki, sizin kimi müəllimlər, ustadlar bu cəhətdən hava su kimi vacibdir. Düzdür. Bizdə müəllimlər çox danışmırlar, təəssüflər olsun ki, sosial şəbəkədə. Amma mən bugün istəyirəm, siz danışasınız. Biologiya sahəsi Azərbaycanda ali təhsil səviyyəsindən mən danışıram. Orta məktəb səviyyəsini demirəm. O başqa bir mövzudur. Ali təhsil səviyyəsində hansı səviyyədədir? Siz bayaq verilişdən qabaq mənə dediniz ki, 20-dən çox məqaləniz var bu sahədə və mən buna çox sevindim. Xeyr, hədsiz çoxdur. O 3 il, 4 ilin limiti idi 20-dən çox. Buyurun, Könül xanım, biologiyanın tədrisi, tədqiqatı nə səviyyədədir və Aqrar Universitetdə ümumiyyətlə bu necə gedir? Tədris və tədqiqat. Ümumiyyətcə bu günləri respublika səviyyəsində biologiyanı müzakirə edib danışsaq, stabil deyə bilərik. Məsələn, 5 illə bugünün müqayisəsində belə heyrətləndirici şəkildə yüksək rəqəmlər, irəliləyiş haqqında danışa bilmərik. Bu çox pavuslu olur, amma əlbəttə ki, görülən işlər çox yüksək səviyyədə işlər var. Sözün əsl mənasında araşdırmacı tədqiqatçılar var. Bu biologiya sayəsində daha çoxdur. Digər elm sahələrinə nisbətən. Çünki biologiyada ümumiyyətcə elə bunu tələb edir bizdən. Burada mütləq araşdırmacı elmi işlərlə məşğul olmalısan ki, nəyisə əldə edə biləsən. Doğrudan da biologiya təcrübə tələb edən bir elm sahəsidir. Burada olsun laboratoriya şəraitində olan praktiki təcrübələr, sahədə olan təcrübələr, bunlar bir-birinlə qarşılıqlı vəhdətdə olduğu zaman çox vacib hesab edirik və o zaman nəticələr almaq olar buradan. Və ümumilikdə əgər nəzərə alsaq ki, bu günləri məsələn müsbət irəliləyişdən danışsaq, bir çox elmi yunusların birləşməsi biologiya sferasında olan. Bu əslində mənə görə çox önəmli məsələdir. Çünki ona qədər olan alimlərin özlərinin balans toplumları var və onları bərabər ümumiyyətcə elm mənə görə müzakirə olunduqca daha çox artıb gözəlləşə bilən bir neçə insanın fikirlərinin, bu hər hansı bir kitab oxuyanda da belədir. Məsələn, bir bədii kitab oxuyarıq sona qədər. Onu ikinci səfər oxuyanda tamamilə başqa bir nəticəyə gəlirik. Üçüncü dəfə oxuyanda tamamilə başqa bir nəticəyə gəlirik. 2 dəfə səsli dinləyəndə tamamilə başqa. Bir yoldaşla müzakirə eləyəndə heç bilmədiyin nüanslar. Elm də mənə görə belədir. Müzakirə olunduqca daha fərqli pəncərələrin açıldığını görüb sənin üçün daha gözəlləşə bilən bir şeydir. Universitetlərin birində müəllimlərin, Bakıdan söhbət edir, özəl universitetlərin birində müəllimlərin oturub söhbət eləyəcəyi otaq belə yox idi. Laboratoriya ki, heç yox idi. Bəs bu müəllim harada otursun, bir söhbət eləsin, müzakirə aparsın? Ona heç mən ümumiyyətcə düşünürəm ki, zaman da yoxdur ki, müəllimlərin oturub. Ancaq məsələ biz elə... Amma vacibdir də. Çox vacibdir, çox vacibdir. Dərmi masaların keçirilməsi çox vacibdir. Ən azı 6 aydan bir, ən azı hər hansı bir çox aktual
innovativ mövzu qoyulmalıdır, o mövzu müzakirə olunmalıdır. Çünki hər kəsin baxış açısı tamamilə fərqlidir. Ola bilər ki, mənim düşündüyümü siz düşünmüsünüz, bu çox normaldır. Ola da bilər, yox, elə bu belədir. Çünki ona biri var mən baxıram, biri var siz baxırsınız. Hər kəsin pəncərəsi çox fərqlidir. Oradan da orada iştirak edən masa arxasında olan hər bir alimin tamamilə fərqli dünya görüşü, onların hər birindən öyrəndiyin nəsə fərqli. Və burada düşünürəm ki, bu mənim şəxsi düşüncəmdir ümumiyyətcə. Nə qədər ki, yaşlı bizim alimlərimiz var, belə deyim, bizim onlardan hələ yararlanacaq çox şeylərimiz var. Bəli. O balans ki var, onlarda depolanıbdır, o bizdə yoxdur. Bir mənalı yoxdur. İndi o dövrə, o yaşa gələndə bilməm nə səviyyədə olacaq, amma bu günlər onlara çox ehtiyacımız var. Məsələn, onları çıxdaş eləmək yerinə onlardan yaxşı mənada yararlanmaq, orada mütləq gənclərin olması müzakirəsizdir ki, o gənclər iki nəslin, əslində biz bu günləri elə bir dövrə təsadüf eləmişik ki, 3 nəslin birləşməsini görə bilirik də, bizdən əvvəl gənc və orta nəsil. O da onlar üçün böyük tərbiyə mövzusudur. Həm görürlər, həm götürürlər. Elə çox primitiv deyirəm, davranış qaydalarını, elmi tədqiqatçı necə olmalıdır, bir alim kimdir, nələr eləməlidir. Ona görə də bunlar çox vacib məsələlərdir deyə düşünürəm. Demək, 2012-ci ildə Amerikada oldum. Orada dostlarla söhbət edirdik. Deyir ki, ən bahalı, yüksək ödənişi olan, ödənişli də Amerikada universitetlər sahələrdən biri kimyadır. Niyə? $80.000 qədər illik tələbə universitetə pul ödəyir, təhsil alır. $80.000. Niyə? Çünki onun bazarı yaxşıdır. Dərman istehsal eləyən şirkətlər o deməli məzunları işə götürürlər və yaxşı yüksək əmək haqqı verirlər. Bizdə mən həmişə bunu düşünmüşəm ki, universitetlə bazarın, istehsalın, iqtisadiyyatın əlaqəsini qurmaq necədir? Bax, siz biologiya sahəsində çalışırsınız da. Bu sırf nəzəri sahə deyil ki. Bəli. Yəqin ki, bunun praktik sahələri də var da. Necədir? Onu bizə danışın da. Mən biologiyadan ümumiyyətlə anlaşılmır. Əslində elə bizim ən yaralı yerlərimizdən biridir deyək. Çünki məsələ tutaq ki, mən öz elmi araşdırmalarımla yola çıxıb desəm, fiziologiya biologiyanın elə bir hissəsidir ki, fiziologiyada birbaşa antropogen amil bitkinin məhsuldarlığına, kəmiyyət və keyfiyyətinə birbaşa müdaxilə eləyə bilir. Biz onu istədiyimiz kimi yönləndirə bilirik, istədiyimiz istiqamətə sala bilirik. Necə? Necə istəyirik o cür. Yox, bu cümlələri xahiş edirəm. Necə görürük o cür. Antropogen amil, yəni insan amili də. Bəli. İnsan amili bitkiyə təsir edir. Bunu xahiş edirəm, bu açıq. Bax, bu günləri gəlin, əgər statistikaya baxsaq, 18-ci, 22-ci illər arasında Azərbaycanın qapalı qurutlarda, yəni istixana qurudunda ən çox xaricə ixrac olunan nədir? Tomat bitkisidir. Tomat yəni pomidor bitkisi, belə el dilindən desək. Ona tomat deyilir, tomat bitkisi deyilir. Tomat bitkinin adı olduğu üçün o cür səsləndirdim. Meyvələrin adı pomidordur, amma biz ümumi pomidor bitkisi kimi tanıyırıq. 85% geri qayıtdı. Siz düşünün, bu nə qədər iqtisadi zərbə deməkdir. Çox böyük fəlakətdir. Qayıtma səbəbi nə oldu? Daşınan məhsulların saxlanma və keyfiyyəti sıfırdır. Əgər bir məhsulun saxlanılma keyfiyyəti yoxdursa, onun daşınma keyfiyyətindən də danışa bilmərik biz. Bizim üçün nə vaxt o lazım olur? Saxlanma və daşınma keyfiyyətini yüksək səviyyədə daşıdığı zaman. Təsərrüfatçı bunu satdı, çıxdı həyatından getdi. Gəldi, adam aparıb alıbdı. Bunu bir 10 gün, 15 gün saxlamalıdır mı satsın? Saxlaya bilmir. Səbəb nədir? Həmən sizin dediyiniz kimyasallar. Bugün ona görə dünya biologiyanın üzərində, bioloji tarımın, organik tarımın üstündə də çox dayanırlar. Buradakı məsələ nədir? Buradakı əslində məsələ çox bəsitdir. Amma sadəcə olaraq niyə belə bizə uzaqdır? Çünki bizim sizin dediyiniz məsələ fermerlərlə institutlar, universitetlər bərabər işbirlikləri qura bilmirlər. Bunu bacarmırlar.
biz fermerlərlə bərabər çalışmalıyıq. Çünki doğrudan da sahəyə gedildiyi zaman biz özümüz mütəxəssis olaraq hiss edirik ki, fermerlərə çox ehtiyacımız var. Çünki bu reallıqdır. Onların sahə təcrübələri, əyni təcrübələri bizim o qədər yoxdur. Bəli. Onların da bizim biliklərimizə çox ehtiyacları var. Məsələn, sahə təcrübəsində iştirak olunduğu zaman fermerə bir neçə tövsiyə veririk. Fermer bir neçə müddətdən sonra zəng eləyir, deyir ki, Könül müəllimə, mən məhsulu, həmən məhsulu, dünən aldığım məhsulu bugün sizin tövsiyələrinizdən 1-ə 10 aldım. Nə gözəl. Amma bu bir neçə insan arasında, fermer və mütəxəssis arasında qalır. Bunu daha böyük bir platformaya gətirib çıxartmaq lazımdır. Buna görə də lazımdır ki, universitetlərlə təsərrüfatçılar sıx əlaqəli. Məsələn, mən düşünürəm ki, biz universitetdə təsərrüfatçıların birbaşa bizim təqdimatımızda mühazirələrini təşkil etməliyik. Bütün aqronomiya, torpaqşunu, bu mütəxəssislərin hər biri fermerlərdən tövsiyə almalıdır. Çünki onların vegetasiyada gördüyü, aldığı məsuliyyətlər, qabaqlarına çıxan çətinliklər, onlarla mübarizə və s. bu əyni təcrübədir. Ümumiyyətcə, bioloq və kənd təsərrüfatından danışırıqsa və o məhsullar o sahədə olmalıdır. Auditoriya zamanı onun üçün çox az ayrılmalıdır, deyə düşünürəm. Möhtəşəm. Cön xanım, 18-22-ci illər arası siz dediniz ki, tomat bitkiləri aid məhsullar ki, ithal olunurdu xaricə, geri qaytarıldı. Çünki saxlanma və s. belə axır. İndi sizin deməli kənd təsərrüfatı sahəsi ilə də sıx əlaqəniz var. İndi mən kəşf etdim. İndiki dönəmdə xüsusilə, mən demirəm qeyri-neft sektorunun hamısı kənd təsərrüfatı olsun, amma təxminən 2000-ci illər idi, yadımdadır, xəbərlərdə keçdi. İndi o vaxt internet yox idi, xəbərlərdə, televizorda deyildi ki, İngiltərədə inəklər hansısa bir xəstəliyə tutulub və bu xəstəliyi aradan qaldırmaq üçün 30 milyard pound maliyyə lazımdır. Dövlət ziyan verməlidir. 30 milyard pound. Mən o vaxt oturdum, fikirləşdim. Biz İngiltərə deyəndə dərhal zehnimizə texnologiya gəlir, nə bilim, IT gəlir, texnologiya gəlir. Amma adamlar kənd təsərrüfatında necə inkişaf eləyiblər? Necə inkişaf eləyiblər? Və ayırmaq istədikləri maliyyənin rəqəminə baxın. Bəli. O bizim bugünləri ən ciddi məsələmizdir, tədqiqatçıların da ən ciddi məsələsidir. Bəli. Məsələn, gənc tədqiqatçılar harda gəlib dayanırlar? Maliyyədə dayanırlar. Niyə dayanırlar? Çünki reallıqlar var, ona görə dayanırlar. Məsələn, hər hansı bir gənc tədqiqatçı doğrudan da ümumiyyətcə elm elə bir sahədir ki, indi siz daha yaxşı bilirsiniz bunu. Burada çalışmaq üçün əvvəlcə fanatik olmalısan. Çünki elmin bəxş elədiyi hər hansı bir maliyyə və s. yoxdur. Bu müzakirəsiz belədir. Təəssüf. Əlbəttə, bu çox böyük təəssüf və ardında da hətta bir neçə nöqtələrlə təəssüf ki, çox şeylər durur onun dalında. İndi elmə gəlmək istəyən məsələ gənclər, tutaq ki, bu yolu tutub, seçib, adam bunu sevib gəlibdir, fanatikdir. Bunun təcrübələri həqiqətən də sözün əsl mənasında çox donatımlı, çox savadlı, çox dünya görüşü geniş, IQ-su zəngin gənclərimiz çoxdur bu günlər aramızda. Amma içlər acısı məsələdir ki, onların maliyyə durumu bu günləri imkan vermir ki, onlar elmi tədqiqat işlərini hansısa bir formada ortaya çıxardıb cəmiyyətə təqdim eləyə bilsinlər. Və o kənd təsərrüfatı sahəsinin inkişafına tövbə versinlər. Əlbəttə. Ki, nəticədə qeyri-neft sektorunun bu sahəsi inkişaf eləsin. Müzakirəsiz. Elə orada da onsuz da inkişafın bir nida dalını gözləyə bilmərik ki, nəsə. Çünki nə ilə inkişaf olunmalıdır? Bax, məsələn, sizə çox primitiv, mən öz tədqiqatımdan bir misal çəkeyim. Məsələn, tomat bitkisində bayaqları dediyimiz daşınma, saxlanma keyfiyyətinin yüksəlməsi o zaman baş verir ki, vegetasiya dövründə bitkilərin tərkibində şəkərlərin miqdarı yaxşı inkişaf eləyir. Və bu həmən məhsulun ömrü deyək, yaşayışı, ontogenezi. Bitkinin ümumi inkişaf mərhələsi dövründə.
şəkərlərin miqdarı yaxşı olduğu zaman, məsələn, indi ata-analardan da, dədə-babadan eşitmişik də, evdə deyirlər ki, məsələn, pomidor, bugünkü pomidor meyvələrini kəsəndə o əvvəlki şirin pomidorlar yoxdur. Aysa. Orada vəssalam, məsələ qurtarır. O şirin pomidorun olmamasının səbəbi birmənalı şəkildə həmən inkişaf dövrünə, o kimyasallara bağlıdır. Amma indi burada məsələ buradadır. Fermer nəyi itirir? Məsələn, fermerin, tutaq ki, sizin də 1 hektar sahəniz var, mənim də. Hər ikimiz bərabər eyni sort toxum əkmişik, eyni cür qulluq eləmişik, eyni iqlim şəraiti, eyni və s. Heç bir fərqimiz yoxdur. Ancaq mən yekunda qazandığım qazanc sizin qazancdan 2 dəfə çoxdur. Burada fermer nəyi itirir? Nə üçün çoxdur? Ona görə ki, mən daha ağıllı təsərrüfatçıyam. Sizin pul verib xərclədiyiniz kimyasallara mən daha çox pul xərcləməmişəm. Mən bioloji üsulla məhsullarımı yetirmişəm. Bu günləri bazara çıxartdığımız məhsuldan, qazandığımız qazancdan siz yekunda kimyasallara olan xərcinizi ödəyəndə məndən az pul xərcləmiş olursunuz. Ancaq mən sizdən daha çox qazanc qazanmış oluram. Məsələ, burada tutaq ki, elə o ən önəmli məsələ şəkərlərin miqdarının tənzimlənməsi. Fiziologiyada biz bitkiləri fotosintez zamanı, bu mənim özümün elmi tədqiqatımdır, biz bu işin patentini hətta almışıq. Şəkərlərin miqdarı qalxanda məhsulun kəmiyyət və keyfiyyət göstəriciləri artır və bu məhsul avtomatik olaraq saxlanma və daşınma keyfiyyətinin yüksəkliyini göstərir. Şəkərin miqdarını necə artırırlar ki? Qırmızı işığın sadəcə olaraq çox bəsit tərəfini deyim. İndi çox onu danışmağa uzun saatlar lazımdır. Bizim vermişim format ona imkan verməz. Qırmızı işığın miqdarını bioloji nöqteyi nəzərdən bir neçə lazımı saatlar artıq verməklə. Bunun üçün bizə nə lazımdır? Çox bəsit, ucuz luminescent lampalar ki, onların temperatur göstəriciləri yoxdur. Çünki biz qapalı qrupda bunu müdaxilə eləyə bilmərik. Elə bir ixtiyarımız yoxdur. İşıq verəndə bitkiyə bu təsir edir. Bəli, çünki artıq bitki bioloji olaraq özü-özünü qidalandırmağı bacarır. Biz ona heç bir kimyasal müdaxilə eləmədən bitki lazımı müddətdə lazımı. Məsələn, mən keçənlərdə baxdım, Ukraynalı bir alim xanım, o da eyni qaydada mor rəngi daha çox verərək bazar iqtisadiyyatının məhsulu 1 həftə 10 gün daha çox çıxartmaq nail olubdu istəyinə. Ukrayna bizdən qabaqda o cəhətdən. Bizdən ona görə qabaqdadır ki, həmən sizin dediyiniz maliyyə onlarda çox normaldır. Amma bu qabaqda da əlbəttə çox olmalıdır da. Çünki maliyyələri var. Bizim gənc tədqiqatçılarımızın o maliyyəsi yoxdur. Adam laboratoriyaya girir, çox böyük belə wow rəqəmlər alır ki, bu rəqəmlər hansısa təsərrüfatçının milyonlarla manatı deməkdir. Ancaq onun özü o an çox bəsit 50, 100, 200 manat arasında çəkişdiyinə görə ortaya çıxardıb təqdim eləyə bilmir. Yaxud da təqdim eləsə də belə adamı ciddiyə almırlar bizdə. Ciddiyə alsalar da belə 2 nəfər tutur ayağından aşağı dartır ki, bu nəsə çox işlər görməyə başlayıbdır. Demək ki, bunu burada dayandırmaq lazımdır. Bizim ən böyük bəlamız bundan ibarətdir. Amma əksinə olsa ki, biz elə bir dövlətdə yaşayırıq ki, bugün çox böyük hərflərlə demək olar ki, hegemon bir dövlətik artıq. Belə bir dövlətin hər hansı bir gənc tədqiqatçısının 50-100 manatla dalaşmağı və onun üstündə bir həftə 10 gün düşünməyi ki, mən nəyi necə eləyim ki, ora gəlim çıxım. Bu artıq doğrudan da çox düşünürəm ki, günümüzün fəlakəti deməkdir. 2 sual Könül xanım. Birinci, Azərbaycan sizcə kənd təsərrüfatı sahəsində, düzdür bu sual sizə aid deyil, amma görürəm ki, maşallah o sahəni də yaxşı bilirsiniz. Marağınız var kənd təsərrüfatı sahəsində, ümumiyyətlə praktik. Azərbaycanın mövcud potensialı, bütün meyvədə, tərəvəzdə falan da, kənd təsərrüfatında ümumiyyətlə bütün sahələrində mövcud potensialı nə qədərdir və indi biz hardayıq, hara çata bilərik? Biz elə bir yerə
birinci sual budur. Biz elə bir yerə çata bilərikmi ki, kənd təsərrüfatı məhsullarını ətdən tutmuş, süd, qatıq, nə bilim, yağ, meyvə, tərəvəz xaricdən idxal eləməyək, özümüzü təmin edək. Birinci sual. Hətta ixrac eləyək xaricə. İkinci sual. Universitetin, konkret Aqrar Universitetinin və sizin timsalınızda, sizin və sizin timsalında alimlərin bu kənd təsərrüfatı ilə məşğul olan fermerlərlə, praktik insanlarla kontaktı neçə faizdir sizcə? Bayaq söhbətin əvvəlində dedim, bu dəqiqə stabil vəziyyətdədir. Biz buna çox belə... Çox azdır da. Az deyil, az demək haqsızlıq olar. Amma var yəni. Ancaq əlbəttə, çox Aqrar Universitetdən sırf söhbət gedirsə, Bəli. elə deyərəm ki, Respublikada bu işi görən yeganə qurumların başında Aqrar Universitetdir. Ki, doğrudan da Aqrar Universitet bu günləri çox böyük işlər görür. Kənd təsərrüfatı istiqamətində istənilən branşda çox böyük işlər görür və bunun üçün də hər gün daha yeni, innovativ nailiyyətləri görə bilirik. Fermerlər nöqteyi nəzərdən olsun, ümumi tərəvəzçiliyində, meyvəçiliyində hər bir istiqamətdə çox yeniliklər və bu istiqamətdə də Aqrar Universitetdə deyim ki, çox dəyərli professoral alimlər var ki, sırf tədqiqat yönümlü, elmi tədqiqat yönümlü, laboratoriyadan aldıqları real rəqəmlərlə sahəyə tətbiq eləyər. Bu çox önəmli məsələdir. Deyirəm, bu neçə faizdir? Bu laboratoriyadakı rəqəmləri, onu demək istəyirəm də. Hər halda, bilmirəm, hər hansı bir faiz desəm yanlış eləmiş 5% olar sizcə? Daha üstü deyil. Alimlərin fermerlərlə təması, əlaqəsi çox sıxdır. Niyə görə? Əgər bu olmasa, elə dədə-baba üsulu ilə mən əkirəm, bir nəfər vardı, bir mağaza açmaq istəyirdi. Mən dedim ki, bu sahənin mütəxəssislərini cəlb elə, filan qədər pul qoyursan. Dedi, dədə-babadan elə belə görmüşük də, malı alırsan filan qiymətə, üstünə qoyursan. Əzizim, o getmir axı. O dövrdən çıxmalıyıq artıq. Ümumiyyətlə, o beyindən çıxmalıyıq, o psixologiyadan çıxmalıyıq ki, bu günləri nəsə yeni bir dünyaya gəlib çıxmışıq və yeniliklər əldə edirik. İndi əsas sual budur. Kənd təsərrüfatı sahəsi inkişaf etməlidir. Qeyri-neft sektorunda layiqli yerini tutmalıdır. Aqrar Universitet də bu işin peşəkarıdır. Bu Aqrar Universitetinin alimi gedib baxı əkin sahəsində əkin əkmir. Əkir. Özləri də həm də fermerlər. Bəli. Mən arzu edərdim ki, Könül xanım, sizin də elə o fermer işiniz olsun. Bəlkə siz də o sahə ilə məşğulsunuz, bilmirəm. Bir mənalı məşğul olmalıyıq. Hətta bizim üçün bu məcburiyyətdir. Çünki bir tədqiqatçının əgər sahə təcrübəsi yoxdursa da, biz hansısa da yenilikdən və real nəticələrdən danışa bilmərik. Bizim işimizin bir tərəfi də dediyim 60% tərəfi mütləq sahə təcrübəsinə, fermer təcrübəsinə bağlanmalıdır və özün orada şəxsən müdaxilə edib iştirak eləməlisən ki, o nəticələri görəsən, sənin fermerə verdiyin tövsiyələr real olsun. Çünki fermeri başqa cür heç cürə inandırmaq olmaz. Əgər bir təcrübəni ki, özün həyata keçirməyibsən, onun nəticəsini görməyibsən, biz hansı fermeri inandıra bilərik ki, bəli, bunu get elə, cavabdehi də mənəm. Çünki təsərrüfat elə bir şeydir ki, orada 100% də olmasa 80% cavabdeh olmalısan. Siz fermersiniz, mən sizə tövsiyə verirəm. Deyək ki, deyirəm ki, sizin məhsuldarlığınızın yaxşı olması üçün gəlin belə eləyək. Yüksək kimyasallara cibinizin pulunu xərcləməyin. Gəlin bizim dediyimiz üsulla, maliyyəsiz, çox bəsit, bioloji üsulla istədiyiniz nəticəni əldə eləyək. Burada fermer çox böyük maliyyə udur. Çünki çox primitivini deyirəm. Həmən o kimyasallar ki var alınanlar, onların qablaşdırma içi qapağından daha ucuzdur. Ancaq gəlin baxaq, onlara çox böyük rəqəmlər xərclənilir. Kimyəvi maddələr vururlar ki, əlbəttə. Amma sizdə başqa üsullar təklif edirsiniz ki, tətbiq olsun. Çox maliyyəsi sıfır üsullar ki, onlar həm bioloji üsuldur, biz onu
fermer də özü sonra satanda rahatlıqla sata bilir. Üstünə də sertifikatını qoyur ki, bu bioloji üsuldur, mən buna garanti verirəm, heç bir kimyasal istifadə. Əlbəttə, kimyasalın sıfıra düşməsi də mövzu bahis ola bilməz. O da lazımdır müəyyən çərçivədə. Ancaq o çərçivədən çıxıldığı vəziyyətdə bizim 18-də yaşadığımız statistika gəlir, çıxır qabağımıza. Ona fermeri razılaşdırmaq üçün birinci həmən tövsiyə verən alimin özünün birinci çox yüksək səviyyədə fermer təcrübəsi olmalıdır. Birinci sual, Çönül xanım, birinci sual dedim, bizim potensialımız nə qədərdir? Potensialımız yüksəkdir. Ancaq potensialımız bizim orada dayanır ki, orada maliyyə dayanır. Suyumuz o kifayət qədər var? Əlbəttə var. Sahə ərazisindən asılıdır. Təcrübə sahəsi üçün yetərli var. Ancaq biz əgər bunu böyük layihələrdə həyata keçirmək istəyiriksə də, əvvəlcə elə sudan başlamalıyıq depolarımızı tənzimləməyə. Çünki böyük sahələrdə sizin dediyiniz kimi ən ciddi yaşadığımız problem suvarma problemidir. Suvarma problemi istədiyimiz kimi məhsul nə qədər yaxşı olur olsun, torpaq nə qədər yaxşı olur olsun, sort əla olsun. Amma suvarma problemi yaşayırıqsa biz heç vaxt istədiyimiz məhsulu əldə edə bilmərik. Bu da günümüzün ən aktual və ciddi problemlərindən Can xanım, biridir. istərdim bir 2-3 dəqiqədə olsa məqalələriniz barədə danışaq. Yazdığınız məqalələr əsasən hansı mövzudadır? Bayaq bir işarə elədiniz, amma İstərdim bir... Daha çox fotosintez ağırlıqlı məqalələrdir, məqalələrim. Bax, məsələ, ora gəlsək, elə o illərə təsadüf eləyəndə, məsələ, dünya alimləri bugünə qədər fotosintez prosesinin, siz düşünün ki, nə qədər qəliz prosesdir. O nədir? Ancaq 2%-ni. Fotosintez problemi nədir? Fotosintez prosesi bitkinin özünün qidalanmasıdır. Məsələ, yer üzərində bütün canlılar ki, siz mənlə razılaşarsınız, bitkilər də tam olaraq canlılardır və hətta hissindən tam olaraq canlılardır. Ancaq bütün canlılar biz qidamızı ətraf mühitdən təşkil edirik, gətiririk. Yeganə canlılar bitkilərdir ki, onlar öz qidalarını özləri yaradırlar. Bu prosesin adına biz fotosintez prosesi deyirik. İndi baxın işin fokusuna. Adamlar özləri üçün öz qidalarını, həyatlarını, yaşamaq uğrunda mübarizələrini təmin eləmək üçün yaratdıqları qidanın nəticəsində xaric olunan oksigen qazından bütün bəşəriyyət tənəffüs edir. Adamların dərdi zaten bizim tənəffüsümüz deyil. Öz qidalarını təmin etməkdir. Ancaq günün sonunda biz yararlanmış oluruq onlardan. Necə ki, bütün bitkilərdən yararlandığımız kimi. Ona görə də, məsələ, dünya alimləri fotosintez prosesinin çox az hissəsini, məsələ 2%-ni, 3%-ni hələ öyrənə biliblər. Siz düşünün ki, nə qədər qəliz prosesdir bu. Bütün bu danışdıqlarımız, görülən işlər, biologiyada olan yeniliklər, fiziologiyadan, ümumiyyətcə bütün bu günləri ən innovativ biologiya elmlərinin içərisində biokimya, biotexnologiya, biofizika və s. kimi elmlər götürülür ki, onların hamısı fiziologiyadan gələn elmlərdir. Fiziologiyanın qoludur, bölmələridir. Ona görə də bilirsiniz... Sizdə üzrsən bitkinin fiziologiyasıdır da? Bəli. Bəli, bitkinin fiziologiyası. İnkişaf dinamikası, mərhələləri, necə qidalanır? Bütün proseslərinin hər biri sırf fiziologiyaya bağlana bilən məsələdir. Elə bayaq dediyiniz suvarmadan tutmuş, qidalanmaya qədər, böyüməyə qədər, inkişafı, tənəffüsü, hər bir orqanın ayrı-ayrı çalışması, hər biri fiziologiyada ayrılıqdır. Yəni, alimlər hələ indiyə qədər 2-3% anlayıblar ki, bitkilər necə qidalanır? Yox, qidalanır, yox. İnkişaf edir. Fizioloji prosesdə nələr eləyə bilir? Necə? Yəni, fotosintez, belə deyim sizə, insan üzərində deyim, aydınlıq olsun. Məsələn, tutaq ki, insan orqanizmasında olan bütün daxili orqanlarda gedən proses, tənəffüs, ürəyin çalışması, ağciyərin işləməsi və s. Hər biri insan fiziologiyasıdır. Təbii. Kimi? Bitki fiziologiyada eyni qaydada. Bu necə işləyir ümumiyyətlə? Əlbəttə. Bunun içində nələr var? Nələr var? Hüceyrə səviyyəsində nələr var? Məsələn, bir yarpaq... Və necə inkişaf eləyir? Əlbəttə. Hələ bunu 3% anlayıblar, bunun sirrini. Siz təsəvvürünüzə gətirin ki, bu nə qədər dərin bir mövzudur. Çox belə dərin bir mövzudur. Ona görə də bu günləri çox yüksək səviyyədə perspektivli gənclər var ki, bizim də dünən də qoyduqlarımız onlar bu günləri çox yaxşı səviyyədə izah eləmək
qabiliyyətinə malikdirlər. Sadəcə olaraq, məsələ, əgər inkişafdan danışırıqsa, onları ən birincilərdə göstərmək olar. Məsələ, bu günləri mənə görə dünyaya açılan bütün pəncərələrdə, ümumi biologiya üzrə olan bütün mövzuların müzakirəsində, məsələ, bayaqları elə bir şansımız yox idi. Bu günləri var. Biz onlardan çox şey öyrənirik, onlar bizdən çox şey öyrənirlər. Məsələ, bayaq Aqrar Universitetinin inkişafından danışdınız. Aqrar Universitetdə doğrudan da bugün çox yüksək səviyyədə işlər görürlər ki, məsələ, Bakı şəhərində yerləşən bütün elmi tədqiqat tipli, eləcə də respublikamızda yerləşən bütün biologiya üzrə elmi tədqiqat, kənd təsərrüfatı üzrə elmi tədqiqat tipli olan bütün araşdırmacı alimlərin günün sonunda Aqrar Universitetə mütləq gəlib çıxırlar. Çünki orada doğrudan da çox dəyərli işlər görülür, çox lazımlı işlər görülür ki, onlar bu günlər Azərbaycan elmində çox mühüm sözünü deyən alimlərin gördüyü nəticələrdir. Can xanım, 2 sual. 1. Biologiyada elə bir tezis var, bitkilərin tozlanması külək vasitəsilə olur. Əlbəttə, mütləqdir ki, var. O külək vasitəsilə olmağa məsələsi. Əlbəttə, mütləqdir ki, var. O Quran bir ayəsində var, ona görə soruşdum. Və əlqayna fiha rəvaihə, belə bir ayədir. İndi ayənin tam dəqiq rəvaih, raihə sözünün cəm formasıdır. Raihə, yəni külək, meh, külək. Küləklərlə bitkiləri tozlandırırıq. Belə bir ifadə var. Deməli, bu biologiyada var da belə bir şey. Əlbəttə. Bax, məsələn, mən sizə indi dediyiniz tozlanma ilə bağlı küləklərlə bir misal çəkeyim. Tutaq ki, bibər bitkisi. Məsələn, marketdən aldığımız bibərlər, rəhbərək bibərlər alırıq da. Qırmızı, göy, yaşıl və s. Ancaq məsəl üçün çox hasan toxumunu tuta biləcəyimiz bitki də bibər bitkisidir. Toxumunu tuturuq həmən bitkinin, ana bitkisini bilirik, bəllidir, görmüşük. Onun növbəti sahəyə əkdiyimiz zaman bir qonşu sahəsinə də əkmişik yaşıl bitki. Bir də əkmişik biz qırmızı bitki. Vegetasiya dövrünün sonunda məhsuldarlıqda baxırıq ki, bizim bibərlərimiz də yaşıl əmələ gəldilər. Çox maraqlı. Sənin gözlədiyin nəticə o deyil. Qırmızı bəli, qırmızı da gözləyirdi. Nə üçün yaşıl oldu? Tozlanma zamanı küləkdən dominant gen ki, ana gen yaşıl gendir. Mütləqdir ki, daha çox üstünlük təşkil elədi, dominantlıq təşkil elədi və bizim qırmızı gözlədiyimiz bibərlər yaşıllaşmağa başladı. Biz məhsuldarlıqda da yaşıl meyvələr almağa başladıq. İkinci sual. Bayaq dedim 2 dənə sualım. İkinci sual. Bizdə hansı kənd təsərrüfatı sahəsindən söhbət gedir? Meyvə tərəvəzdə hansı daha perspektivlidir? Məsələn, bayaq tomat bitkilərini dediniz. Qapalı qruplarda elə tomat üzərində İqtisadiyyat üçün deyirəm. İqtisadi nöqteyi nəzərdən deyirəm. Qapalı qruplarda elə tomat üzərində dayanırıq. Çünki onun gətirdiyi gəlir çoxdur. Digər, bəli, bütün məhsullardan daha çoxdur. Bir dənə pomidor nəzərdə tutulurdu orada? Bəli, pomidor nəzərində. Əlbəttə, orada xiyar bitkisi də var və s. Ancaq pomidorun gətirdiyi gəlir ondan daha hər zaman 2 dəfə, 3 dəfə çox olubdur. Ancaq meyvə bağlarında isə, məsələn, şaftalı, qoz, xurma kimi meyvələr daha iqtisadi nöqteyi nəzərdən gəlir. Bir də fıstıqdır da, səhv eləmirəmsə, dünya bazarında fıstıqdır, badamdır. Var, ancaq ona baxım daha çox ciddi baxım, daha çox tələbat. Çətindir. Bəli, olduğuna görə bu meyvələrin daha nisbətən asan. Əlbəttə, hər birinin öz çətinliyi var. Xüsusi qulluq olunmalıdır, nazlarınla oynanmalıdır ki, yekunda sənə istədiyini versin məhsul olaraq. Ancaq bu meyvələrdə daha yüksək məhsullar əldə edilir. Bu sahəyə aid bir dənə də sual verəcəm, sonra keçsin başqa mövzuya ümumiyyətlə. Sizi çox yormayayım burada. Amma xahiş edirəm bir mütəxəssis kimi konkret cavab verin. Azərbaycanda kənd təsərrüfatı sahəsində vəziyyətimiz nə yerdədir? Mən cavab verməsəm bu suala. Çətin sualdır. Çətin sual deyil əslində. Bu O sahəyə qədər diqqət. parlaq deyil. Çünki yenə deyirəm, istənilən hər bir mövzunun günün sonunda gəlir maliyyəyə bağlanır. Bəli. Məsələn, tutaq ki, çox böyük arzuluyuruq. Biz
yaxşı evdə yaşayacağıq. Evimizin içində istənilən hər bir şərait olacaq ki, biz orada rahat yaşayaq, istədiyimiz kimi övladlarımızı tərbiyə edək və s. Ancaq bunu ancaq arzulayırıq. Nə dərəcədə həyata keçirə bilirik, o artıq sual altındadır. Bilirikmi, bilmirikmi? Biliriksə də əhsən bizə, Diplomatik cavab verdiniz də. Diplomatik cavab verdiniz. Mən cavabımı aldım. İndi bir-iki sahədə də danışacağam, yekunlaşdıracağam, sizi çox yormayayım. Demək, müəllimsiz, ali məktəbdə. Bir xanımın ali məktəbdə müəllim olması, ictimai fəaliyyətdir də bu. Asandır, çətindir, şübhəsiz ki, işinizi sevirsiniz. Bu sevgi necə yaranıb? Hardan yaranıb? Desəm ki, yüksək gəlirli sahədir, deyil. Mən də universitetdə müəllim olmuşam. Bəs siz bu motivasiyanı hardan alırsınız? Bilirsiniz, müəlliməm, mən əmizə deməli düşünürəm ki, insanlar birinci dünyaya doğularkən xoşbəxt o zaman doğulurlar ki, onların bütün əndazələri sizi kimi, məni kimi yerində dünyaya doğulurlar. O insan birmənalı birinci dünyaya xoşbəxt olan insandır. İkinci, o insan xoşbəxt insandır ki, o insan ağıllı insandır. Artıq sizə üçüncü heç nə lazım deyil. Üçüncüləri, onuncuları biz yaradırıq sonra. İnsan həyatında isə insan iki seçimi düz eləməlidir. Bir işini, Birinci, quracağı ailəni, həyat yoldaşını. Bu, düşünürəm ki, xüsusilə də bəylərə aiddir. Bəli. Çünki övlad genetikası biz bilirik ki, daha çox anadan gəlir və övladın hansı səviyyədə cəmiyyətdə tərbiyəli olması, vətənimiz, millətimiz üçün yararlı olması yenə də anadan gəlir. Əlbəttə, burada ata faktoru da çox önəmlidir. Amma mənlə razılaşarsınız ki, burada 80% rolu ana oynayır. əlbəttə. Bu seçim yaxşı olanda sən artıq evinin içində xoşbəxt olmağa başlayırsan. Ailənin təməli xanımdır. Xoşbəxt o zaman olursan ki, sevdiyin hər bir istənilən insana aiddir, peşəni icra eləyəndə. Bəli. Şablon da olsa indi deyəcəm, deyir o xoşbəxt o adamdır ki, səhər evə, axşam işə. Bu Nazim doğrudan da Hikmətli belədir. Bu doğrudan da belədir. İnsan o zaman xoşbəxtdir ki, səhər işə ayaqları qaça-qaça gedə bilirsə, bu xoşbəxtlikdir. Əgər bir insan da sevdiyi bir peşəni icra eləyirsə də, o insan ümumiyyətcə sevgi böyük qüvvədir də. Bəli. İnsan sevdiyi birinin ən mənfi olmayan cəhətlərini də sevə-sevə çəkir zamanla. Sevmədiyinin ən müsbətlərini də görmək istəmirsən. İndi bir şey deyim. Bütün işin fokusunun başı sevgidir. Burada başqa bir məsələni deyəcəm. Sizə təəccüblü gələcək mən bu sözümü bəlkə də. Burada bəlkə Gəncə amili də rol oynayır. Çünki siz Mütləqdir. ikinci Gəncədən gələn müəllimsiz. Birinci Mais müəllim gəlmişdi. Bizim dəyərli alimimiz Mais Güləliyev. Onda da indi Mais müəllim Gəncəli deyil, amma Gəncədə yaşayır. Onda da bu sükunəti, bu rahatlığı gördüm. Sizdə də görürəm. Bəlkə bu Gəncənin o huzuru, sükunəti. Ola bilər. Mütləqdir ki, ekologiya öz işini görür, təsir eləyir. Ancaq məsəl üçün mən öz adıma deyə bilərəm ki, mənim üçün dünən də elə idi, bugün də təkrarsız belədir. Dünyanın ən huzurlu yeri 80 dəqiqə auditoriyada tələbələrimlə keçirdiyim zamandır. O zamanın həyatdakı heç bir zövqlə mənim üçün tərcüməsi yoxdur, ola bilməz və onu heç bir yerdə tapa bilmərəm o huzuru. Möhtəşəm. Ona görə də nə isə müqayisə eləsək, mənim üçün birinci müəllimlik və düşünürəm ki, bütün insanlar da gördüyü peşəni sevə-sevə görməlidirlər. O zaman alınan nəticələr də çox gözəl olur. Yetişdirdiyimiz tələbələr də çox gözəl olur, yetişirlər. Onların da hansısa uğuru insanın ən böyük xoşbəxtliyidir. Yenə də qayıdıram universitetə. Demək, belə anladım ki, ümumiyyətlə belədir. Alim hələ 40 yaşdan, 45 yaşından sonra başlayır bəhrə verməyə. İnsan. Alim. Mən insan üçün də elə düşünürəm. İnsan, ümumiyyətlə insan üçün də. Möhtəşəm bir şeydir. Siz maşallah gəncsiniz hələ o yaşınıza da qalıb. Demək,
gələcək üçün elmi tədqiqat sahəsində planlarınız var. Əlbəttə. Məqalələriniz çap olub, hətta bəzən təəccüblənirəm də sizin bu qədər məqalə qısa müddətdə çap etməyinizə. İş rejiminizi necə, bayaq verilişdən qabaq soruşdum, siz dediniz ki, konkret səhərlər filan vaxt yuxudan oyanıram, hətta gec yatsam da. Bunu necə tənzimləyirsiniz? Mən ümumiyyətcə çox yatan insanları sevmirəm. Aha. Çünki nə qədər ki varıq bu həyatda, az yatmalıyıq, çox oyaq qalmalıyıq. Əsas işiniz yəni elmi universitetə aiddir də? Əlbəttə. Əlbəttə, indi ondan fərqli başqa işlərimiz də var. Amma ən içində önəmlisi universitet. Yəni biznes sahəsində məşğulsunuz? Müəlliməm. Aha, bəli. Yəni amma hər gününüzün neçə saatını universitet keçirirsiniz də? Əlbəttə, hər günümüzün lazımı saatını bəlirli bəs bu universitet elmi bax iki dənə sualdır. Bir, elmi tədqiqat baxımından planınız nədir? Bir alim kimi, gənc alim kimi. Yəni bundan sonra da bir 20 dənə, 30 dənə, nə bilim 50 dənə məqalə çap elətdirmək hansısa sahələrdə ki, Azərbaycan elminə töhfə verəsiniz. İkinci, ümumiyyətlə planınız o deyir ki, sən nə çalırsan çal, mən heyvagülü oynayacağam. Mənim də heyvagülüm Azərbaycanın iqtisadiyyatıdır. Bəli. Sizin bir könül xanım olaraq töhfəniz gələcək üçün Azərbaycan kənd təsərrüfatı sahəsində ki, bu sahədə bizim gəlirimiz, milli gəlirimiz çoxalsın. Bunun üçün bir planınız varmı? Yoxsa deyirsiniz ki, yox, mən öz həyatımı yaşayıram, Azərbaycanın kənd təsərrüfatı inkişaf eləyir, eləsin, eləmir, eləməsin. Belə yanaşırsınız, yoxsa bir motivasiyanız var necə bir iş görməyə? Yox, əlbəttə, biz o sözü deyiriksə də günün sonunda, demək ki, birincisi Azərbaycan vətəndaşlığına uyğun layiqli vətənpərvər insan deyilik. Mənə görə vətənpərvər olmaq hər insan öz peşəsində vicdanlı, hər insan öz peşəsində layiqli olarsa da, o məncə ən vətənpərvər insanların birincisi sırasında durur. Müəllim kimi vicdanlı, mühəndis kimi, həkim kimi. O zaman da bütün istədiyimiz sahədə istədiyimiz nəticələri əldə edə bilərik. Amma əlbəttə bu günləri sabah üçün də planlarımız var. Məsələn, amarant bitkisini üstündə artıq çalışırıq ki, o Azərbaycan Respublikasında bugün çox az tanınan, ancaq çox müasir, dünyada daha aktual işlənən işlərdən biridir. O da günün sonunda çox az maliyyə tələb eləyən, ancaq çox yüksək maliyyə təqdim edən bitkilərin birincisi sırasındadır. Maraqlıdır. İlk dəfə eşidirəm. O nədir ki? Çünki daha bugün bizdə elə tanınan bitki deyil amarant bitkisi. Ancaq amarantın biz bunu Kənd Təsərrüfat Nazirliyinin dəstək xətti ilə artıq bir çox ərazilərdə əkməyə başlamışıq. Toxumları səpilibdir. Amarant bitkisinin ən önəmli mənə maraq verən tərəfi nədən ibarətdir? Bax, biz bilirik ki, Azərbaycan Respublikasının bu günləri olan torpaqlarının ümumi 60-70% şoran torpaqlardır. Bu çox böyük rəqəmdir. Siz düşünün ki, yerdə qalan 30-40% torpaqlar biz kənd təsərrüfatından danışanda həmən 30-40%-dən ancaq danışa bilirik. Qalanlara əkinə yararlı deyil. Deyil. Məsələ, çox bəsit sizə misal çəkim. Elə Gəncədən Bakıya gələrkən o yol Kürdəmir ərazisi, hektarlarla sahə, yaxud da Bakının özü, yol kənarları, Dümağabbaq duzdur. Biz orada hansısa əkindən danışa bilmərik, yüksək məhsuldan danışa bilmərik. Amma amarant bitkisi əkilən torpaqlarda bir neçə ildən sonra biz artıq çox fərqli nəticələri görəcəyik torpaq strukturunda. Çünki şoran torpaqlar elə bir torpaqlardır ki, ora biz, bəli, bu günləri də o üzrə layihələr var, işlər görülür, çox yüksək səviyyədə işlər görülür ki, torpaqların təmizlənməsi, aşılanması, duzla. Amma bir faktor var ki, suvarma zamanı ekoloji amil çox önəmli faktordur. Biz yenə, tutaq ki, Beyləqanda olan torpaqdan danışırıqsa,
yenə o torpaq Beyləqandadır, eyni coğrafi iqlimdədir, eyni suyla suvarılır. Yenə də biz ona məruz qalacağıq. Bizim orada ona sərf elədiyimiz maliyyə ki, şirin sularla yuyulması, aşılanması, təmizlənməsi və s. günün sonunda bir neçə ildən sonra eyni faciəni bir də görməyik. Məcburuq. Bu bir mənalı belədir. Ancaq amarant əkilən bitkilərdə isə biz torpağı ən əsas məsələ şoranlıqdan azad eləmiş olacağıq və amarant bitkisinin tərkibində olan, bitkinin toxumunun tərkibində olan yağ bu günləri dünya artıq bu üzrə işləyir, işlər görür. Xərçəng xəstəliyinin bir mənalı dərmanı kimi hesab olunur. Yağ üçün istifadə olunurdu? Bəli, yağ üçün yemək, istifadə olunur. qidalanmaq. Qida yox. Preparat kimi istifadə olunur, qida əlavəsi kimi istifadə olunur və onlar da xərçəng xəstəliyinin ilk dərmanı hesab olunurlar dünyada. İkinci kənd təsərrüfatı, məsələn, heyvandarlıq bəyəxları siz dediniz. Məsələn, keçən il Şəmkirdə aparılan təcrübələr var idi. Orada amarantla bordaq olan heyvanlar var idi və bir də digər yemlərlə bordaq olan heyvanlar var idi. Aralarındakı fərq 2 dəfə, 3 dəfə daha çox idi. Heyvana qida kimi verilir? Ət olaraq, çəki olaraq daha çox idi. Bəli, yemləmədə qida kimi verilir. Çox yüksək səviyyədə qida məhsuludur, həm də maliyyə orada. Nə qədər vacib sahədir sizin sahəniz? Vacib sahədir, vacibdir işlər görmək olar. Ancaq çox təəssüf ki, çox az işlər görülür, reallaşdırılır. Nə qədər vacibsə. Yəni, bu sahənin peşəkarı sizsizdə. Həmən o bitkinin, amarant bitkisinin faydasını konkret biz görürük. Çox mən az sayını dedim. Faydalarını saymaqla bitməz. Yox, hələ o bitki kimi 1000 dənə başqa bitkilər var. Və bu birbaşa ölkənin iqtisadiyyatına axan o damarına axan qandır da. Yenə də o qaydıram, çox o dayandım burada. Görəsən, bayaqki sualımı ritorik indi qoyuram ortalığa da o sual kimi deyil. Görəsən, öz-özümə sanki danışıram da, görəsən bizdə alimlərin tədqiqatlarına nə qədər diqqət var bu sahədə, bitki sahəsində, biologiyada? Çox az. Təəssüflər olsun. Çox az, əlbəttə. Çox böyük təəssüflər, çox az. Biz hələ də inanmırıq, Gönül xanım. Biz hələ də inanmırıq ki, elm iqtisadiyyatın inkişafında bir nömrəli rol oynayır. Mən məsələ sizin verişinizdə, bu arada deyim ki, mən də sizin verişinizin çox böyük izləyicilərindənəm. Əvvəlcə sizə təşəkkür etmək lazımdır ki, Azərbaycanda bu səpkidə veriş təbliğ eləyirsiniz və var. Çünki bugün televiziyalar və bütün o tipdə olan televiziya və başqa kanallarda olan verişlər əslində o Azərbaycan deyil. O Azərbaycanın təbliği deyil. Ailə strukturundan götürün, bütün təhsil, ictimai və bütün sferada təbliğ elədikləri adamların heç biri mənə görə Azərbaycan deyil. Çünki Azərbaycan deyil də Azərbaycanın çox möhkəm, toxunulmaz, zəngin ailə strukturu, gəncləri, alimləri çox dəyərli. Ancaq gəlin baxaq kimləri təbliğ eləyirlər, kimləri çıxardırlar, baxış sayı kimlərədir. Çox təəssüf. Mən sizə təbrik edirəm ki, və təşəkkür edirəm öz adıma ki, siz belə bir dövrdə, belə bir gündə, belə bir məsuliyyətli iş görürsünüz. Bu çox böyük işdir. O vətənpərvərlik dedik. Bunların birincisinin də sırasında elə sizin gördüyünüz iş durur ki, siz bu cür veriş aparıb alimlərin, Azərbaycan ziyalılarının, Azərbaycan doğrudan da dəyərli simalarını, özdə mən bilirəm ki, sizin veriş dünyaya da açıq bir verişdir, təbliğ edirsiniz. Bu çox böyük bir işdir. Bu öz növbəsində. Ancaq ikinci nöqteyi nəzərdən bilirsiniz, əslində
İnsanlar bayaq başında da danışdıq. Elm elə bir yoldur ki, mən sizin verilişdə baxmışdım Rafiq müəllimlə olan taburet məsələsinə. Doğrudan da bu günləri elə Azərbaycan alimi taburet səviyyəsində maksimum yaşaya bilir və ona da o qədər alışır ki, bir də zaman gəlib illər keçib başını qaldıranda, görəndə ki, o da maksimum hansısa ölkədə Lütfüzadə kimi o alimə taburetdən başqa kreslo səviyyəsində dəyər veriblər. Artıq düşünür ki, mən ömrümün kresloda oturacaq illərini taburetdə keçirtmişəmsə, bugün mənə o kreslo maraq verməməlidir. Taburet ən yaxşısıdır. Təşəkkür edirəm Çöl xanım, xoş sözlərinizə görə. Bütün sahələrdə belədir. Bizim verilişdə IT üzrə professor danışıb, Samir müəllim, Adam Universitetinin professorudur. Sonra bayaq dediyim kimi Mais müəllim danışıb. Siz gəlmisiniz. Yəni Ağa Nemət müəllim danışıb, iqtisad elmləri doktorudur. Kitabı da burada var. Mən tam səmimi deyim, elə indi sizin timsalınızda, sizinlə söhbətdə də o qənaətə gəldim. Azərbaycanda həqiqətən çox dəyərli alimlərimiz var. Çox dəyərli. Çox dəyərli alimlərimiz var. Sadəcə o alimlərimizi birinci insanlarımız tanımır. Mən şəxsən istəyərdim ki, sizi Könül xanım bir alim, bioloq olaraq Azərbaycanda bir 100 min insan tanısın. Tanısın, fermerlər tanısın, sizə müraciət eləsinlər. Fermerlərlə bu alimlərin təması həm də bu cür qurula bilər ki, o gəlsin, ödəniş eləsin. Alimə, alim gəlsin, zaman ayırsın onun sahəsi. Marağı yaransın. Bəs necə? Marağı yaransın. Və nəticədə Azərbaycan qazansın. Niyəsi olsun. Hər bir işin niyəsi olanda günün sonunda daha verici olur, mən düşünürəm ki, niyə mən bu işi görməliyəm? Amma orada bir xət var. Bunu da deyim, yekunlaşdıraq. İqtisadçı tədqiqatçılardan var, Azərbaycanda tanınmışlardan. Onlar bu vətənpərvərlik falan söhbətlərini çox qəbul eləmirlər. Deyirlər ki, mənim özümdə də verilişlərdə olub, deyirlər ki, əsas məsələ biznesmenin əsas pulu tanıyır. Əsas pulu tanıyır. İndi öz yerində bəlkə də düzgün yanaşmada, səhv yanaşmada onunla işim yoxdur, amma bir yer var ki, orada artıq o məsul şəxsdə, bu işin sahibi kimdir, məsuliyyəti kimdir, rəhbəri kimdir, Azərbaycan kənd təsərrüfatı sahəsinin. Orada artıq, indi 1 nəfərdir, 5 nəfərdir, 10 nəfərdir, Azərbaycan sevgisi olmalıdır da. Mütləq olmalıdır. Vətən sevgisi. Orada artıq dirəniş nöqtəsidir. O pul deyil artıq. Ümumiyyətcə, vicdanı olan insanın, vətən sevgisi olan insanın sevgisi heç vaxtı pul ola bilməz. Bu bir mənalı şəkildə, müzakirəsiz belədir. Bəli, əlbəttə, maliyyə bütün işlərin başında həyata keçirmək üçün, yaşamaq üçün mütləq lazımdır. Ancaq lazımı olan durumdan fərqli duruma keçəndə artıq orada heç bir daxili mənəviyyatdan mənə görə söhbət gedə bilməz. Elə bayaq da ona görə dedim ki, hər insan öz peşəsini doğrudan vicdanı ilə icra eləyəndə, öz peşəsinin əri olanda, sahibi olanda, o zaman elə ən böyük mənə görə vətənpərvər odur. Bax, bayaqları siz dediniz, günün sonunda Azərbaycan alimlərinin olan Azərbaycan müəllimlərinin reallığına, maliyyə reallıqlarına gəlin baxaq. Bunun üçün biraz dəli olmaq lazımdır. Ki, başında o qədər biliyi gəzən bir adam, o qədər yüksək perspektivi olan bir adam, o qədər IQ-su yüksək bir olan adam niyə müəyyən bildiyimiz məbləğə qol çəkib gününü keçirsin? Hardan dolub başımıza bu dəlilik havası, Ramiz Rövşən deyir. Ağaclar da məcnun olub başında quş yuvası. Həqiqətən o cür olmaq lazımdır. Ona görə hər hansı bir elmi tədqiqatçı düşünmürəm ki, sıradan bir insanlar qədər normal olmalıdır. Olsa, onun özü anormallıqdır məncə. Könül xanım, təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm. Var olasınız. Çox mətləblər əslində bu qısa bir neçə dəqiqə ərzində məlum oldu. Məlum oldu ki, bəzən bir bitki
düzgün əgər əkilərsə, istehsalı əkini çoxalarsa, o bitkinin iqtisadiyyata böyük bir töhfəsi ola bilər. O bitkidən qidalanan deməli heyvanlar daha çox ət verə bilər və nəticədə bizim ölkədə ət problemimiz, nə bilim ət qida problemimiz aradan qalxa bilər. Nə bilim çox burada bir dəryadır, mən elə başa düşürəm. Bir xəzinədir, bir dəryadır. Doğrudan da elədir. Həqiqətən. Və mən elə qənaətə gəlirəm ki, bu söhbətlərdən qeyri-neft sektorunu təkcə kənd təsərrüfatı sahəsi ilə çox yüksək zirvələrə qaldırmaq olar, əgər idarəçilik düzgün olsa. Bir də ki, məsələ buradadır. Kənd təsərrüfat məhsullarından gələn gəlir, bu ömürlük gəlirdi də. Bunun bitməsi, olmaması kimi heç bir təhlükə. Neft kimi deyil ki, tükənən olsun. Bəli, bunun bitməsi təhlükəsini o zaman yaşayacağıq ki, o zaman doğrudan da bu sahədə olan alimlərin olmadığı gün yaşayacağıq bu fəlakəti. Ancaq bu istiqamətə daha diqqət, daha ciddiyə alın. Məsələn, indi dəqiq xatırlamıram, ancaq pandemiya dövründə bir bioloq alimi bu vaksinlə bağlı dəvət eləmişdilər, kimyaçını. Məsələn, o demişdi ki, siz bugün səhv adama müraciət edirsiniz. Məncə ən yaxşısı bir futbolçunu dəvət edin. Çünki zamanında ən çox verdiyiniz dəyər elə o futbolçular idi. Bu da ona gəlib çıxan bir məsələdir, amma düşünürük, ümid edirik ki... Ümid edirik. Bəli, ümid edirik, arzulayırıq və ümid edirik ki, günü-gündən daha yaxşı istədiyimiz yerlərə lazım olan dəyərin veriləcəyi yerlərə gəlib çıxacağıq. Təşəkkür edirəm Könül xanım. Minnətdaram, gəldiniz, şərəf verdiniz. İnşallah yenidən sizinlə bu verilişdə, digər verilişlərdə görüşmək ümidi ilə bizim verilişin ümumiyyətlə Sosiologiya Akademiyasının bir neçə sponsoru var. Baş sponsorumuz Qardaşlar Mebeldir. Növbəti sponsorumuz Hacı Çayları və Tayqa Ticarətdir. Növbəti sponsorumuz Katsan qrupdur. Həm istehsaldır, həm də idxaldır. Deməli, mebel boyaları və məişət sahəsində işlənən boyaların istehsalıdır. Azərbaycan brendidir. Deməli, Hola sabunlarıdır, o da Azərbaycan brendidir. Mən Azərbaycan brendlərinə çox üstünlük verirəm. İstehsal çoxalmalıdır ölkəmizdə və Zeyni parfum mağazalar şəbəkəsidir bizim sponsorlarımız sırasında. Dəyərli dostlar, siz də sağ olun, bizi hövsələ ilə dinlədiniz. Açar, dediyim kimi, yeni mövsümdə işinə başladı və bugün birinci verilişimiz idi. Ümid edirəm, bizi hövsələ ilə dinləyəcəksiniz. Yazın bizə iradlarınızı, suallarınızı. Sağ olun, sağlıqla qalın.